41-ci mətn. Billy was 4 years old and he was a very bad boy. Billy'nin 4 yaşı var idi və o çox pis oğlan idi. Every day after lunch, hər gün nahardan sonra, his mother took him to his bedroom. Onun anası onu yataq otağına aparırdı and put him on his bed to rest for an hour. Deyir ki, və onu yatağına qoyurdu 1 saat ərzində, yəni dincəlməyə görə. But amma Billy never slept. Billy heç vaxt yatmırdı and usually he made a lot of noise and got off his bed every few minutes və adətən çoxlu səs edirdi və yatağından hər dəqiqədən bir düşürdü, yəni dururdu. One afternoon, bir gün orta, Billy's mother put him on his bed. Billy'nin anası onu yatağına qoydu. And then və sonra went to her bedroom to do some sewing. Yataq otağına, yəni biraz, yəni sew sözü S-E-W yazılır. Tikmək deməkdir. Yəni toxumaq mənasında, paltar toxumaq mənasında. Yəni biraz toxuma etməyə görə, yəni öz yataq otağına getdi. After 10 minutes, 10 dəqiqədən sonra, she heard a noise, o səs eşitdi, so she went to Billy's room. Belə ki, o Billy'nin otağına getdi. He was not there, o orada değildi, but his trousers were lying on his bed. Amma onun şalvarları yatağın üstündə idi. Yəni yatağın üstündə sərilmişdi. She looked in the other rooms upstairs. O yuxarı mərtəbədə olan başqa otaqlara da baxdı. But amma he was not there either. O orada da değildi. So belə ki, she went to the top of the stairs. O yəni pilləkənlərin ən başına, yəni üstünə çıxdı. And shouted down angrily və əsəbi şəkildə qışqırdı. Are you running about down there without your trousers? Sən orada şalvarların olmadan qaçırsan? No madam, answered a man's voice. Yəni bir kişinin səsi, yəni cavab verdi. Xeyr, xanım. I have brought your vegetables. Mən sizin yəni tərəvəzlərinizi gətirmişəm. And I'm wearing my trousers. Və mən şalvarlarımı geyinirəm. 42-ci mətn. An old lady in an airplane had a blanket over her head and she didn't want to take it off. Deyir ki, yaşlı qadın, yəni təyyarədə olan yaşlı qadının başının üstündə yorğanı var idi və o, yəni onu çıxartmaq istəmirdi. Take off söz birləşməsidir, çıxartmaq deməkdir. The air hostess spoke to her. Hava hostesi ona dedi, yəni danışdı. But the old lady said, amma yaşlı qadın dedi. I have never been in an airplane before. Mən heç vaxt təyyarədə, yəni əvvəl olmamışam. And I'm frightened və mən qorxuram. I'm going to keep this blanket over my head until we are back on the ground again. Deyir ki, mən bu yorğanı başımın üstündə saxlayacağam. Biz yəni enənə qədər. Yəni yenidən torpaqda, yəni yerdə olana qədər. Until sözü qədər deməkdir. Then the captain came. Sonra kapitan gəldi. He said, o dedi, Madam, I'm the captain of this airplane. Xanım, mən bu təyyarənin kapitanıyam. The weather is fine. Hava yaxşıdır. There are no clouds in the sky. Yəni səmada bulud yoxdur. And everything is going very well. Və hər şey yaxşı gedir. Yəni yaxşı irəliləyir.
but she continued to hide. Amma o gizləməyə davam etdi. So the captain turned and started to go back. Belə ki, kapitan çevrildi, yəni geri getməyə başladı. Then sonra the old lady looked out from under the blanket with one eye and said, deyir ki, sonra yaşlı qadın yorğanın altından baxdı bir gözü ilə və dedi, I'm sorry young man, gənc adam, mən yəni üzr istəyirəm, but I don't like airplanes, amma yəni mən təyyarələri sevmirəm. And I'm never going to fly again. Və mən heç vaxt yenidən uçmayacağam. But I say one thing, ancaq bir şey deyəcəm. She continued kindly. O mehriban şəkildə davam etdi. You and your wife keep your airplane very clean. Sən və sənin həyat yoldaşın yəni təyyarəni çox təmiz saxlayır. 43-cü mətn. A young Air Force officer had a very beautiful wife. Deyir ki, gənc hava ofisərinin force sözü, yəni güc mənasındadır. Sadəcə Azərbaycan dilində mənasını bilmədiyimə görə deyə bilməyəcəm, amma yəqin ki, başa düşəcəksiniz. Yəni gözəl həyat yoldaşı, çox gözəl həyat yoldaşı var idi. Early each morning, erkən, yəni hər səhər, he left his house, o yəni evindən çıxırdı, and went to the airport. Air Force officer hava yolları officer ola bilər. Yəni evindən çıxırdı və aeroporta gedirdi. And an hour later, his wife always left the house too. Və bir saatdan sonra onun həyat yoldaşı da evdən çıxırdı. With a big white towel, böyük ağ məhrəva ilə, and went for a walk on the beach və çimərlikdə yürüyüşə gedirdi. Her husband always flew over every morning. Onun həyat yoldaşı həmişə, yəni hər səhər uçurdu. And when she saw his airplane və o onun təyyarəsini görəndə, she held the white towel high above her head. O ağ məhrəvanı yəni başından yuxarı, başının üstündə tuturdu da, yəni. When her husband saw it, onun həyat yoldaşı bunu görəndə, he made either the left wing or the right wing of his airplane go down. Deyir ki, o nə sol qanadını, nə də ki sağ qanadını, yəni təyyarənin nə sol, nə də sağ qanadını endirmirdi. The left wing meant deyir ki, sol qanadın mənası budur. I will be busy tonight and won't be home. Mən bu gecə məşğul olacağam və evdə olmayacağam. The right wing meant, sağ qanadın mənası isə in 8 hours I'll be holding you in my arms. Deyir ki, 8 saatda, yəni 8 saat içərisində, yəni mən sənin qollarımda tutacağam. Yəni yanımda olacağam mənasında da. One morning he flew over with 8 other airplanes. Deyir ki, bir səhər o 8 başqa təyyarə ilə uçdu. And his left wing went down və onun sol qanadı, yəni aşağı düşdü. Before his wife had time to feel sad about this, all the other airplanes flew over and each of them turned its right wing down. Deyir ki, onun həyat yoldaşının bunun haqqında
qəmgin hiss etməsindən əvvəl bütün başqa təyyarələr flew over, yəni uçdu. Və each of them, onların hər biri turned its right wing down. Yəni sağ qanadını aşağı, yəni əydi, belə deyək. 44-cü mətn. An artist had a small daughter. Bir, yəni artistin, yəni incəsənətçinin, səhv etmirəmsə Azərbaycan dilində elə deyirdilər. Rəssam, hə. Rəssamın balaca qızı var idi. Sometimes he painted women without any clothes on. Deyir ki, bəzən o yəni qadını paltarsız çəkirdi. And he and his wife always tried to keep the small girl out when he was doing this. Və o və onun həyat yoldaşı həmişə çalışırdı ki, yəni balaca qızını o, yəni bunu edəndə, yəni bu şəkilləri çəkəndə yəni uzaq saxlasınlar. She's too young to understand, they said. Onlar deyirdi, o, yəni qız nəzərdə tutur da, yəni o başa düşməyə görə çox gəncdir. But one day, amma bir gün, when the artist was painting a woman with no clothes on, rəssam bir qadını, yəni paltarsız çəkəndə, he forgot to lock the door. O qapını qıfıllamağı, yəni bağlamağı unutdu. And the little girl suddenly və balaca qız qəfildən run into the room, otağa qaçdı. Her mother run up the stairs after her. Onun anası, yəni onun dalınca qaçdı pilləkənlərdən. But amma when she got to the top, o yəni üstə çıxanda, yəni pilləkənlərdən çıxanda, the little girl was already in the room. Balaca qız artıq otaqda idi. And looking at the woman, və qadına baxırdı. Both her parents waited for her to speak. Valideynlərin hər ikisi onun danışmağını gözlədilər. For a few seconds, the little girl said nothing. Bir neçə dəqiqə ərzində balaca qız heç nə demədi. But then she ran to her mother and said angrily. Amma sonra o anasına qaçdı və əsəbi şəkildə dedi. Why do you let her go about without shoes and socks on when you don't let me? Deyir ki, sən niyə onu ayaqqabıları və corabları olmadan ayaqqabıları və corabları yox, bir dəqiqə. Why do you let her go? Sən niyə onu getməyə icazə verirsən? Bu hissəsi tərcüməsi belədir. About without shoes and socks on when you don't let me. Yəni mənası odur ki, bu cümlənin, yəni sən niyə onu ayaqqabıları və corabları olmadan getməyə icazə verirsən? Məni qoymayanda. When andayanda deməkdir də. When you don't let me, yəni sən məni qoymayanda niyə ona icazə verirsən, mənə icazə verməyəndə? Mənası budur. 45-ci mətn. It was a small factory. Bu balaca fabrik idi. And there was nowhere to eat near it. Və yanında yeməyə heç bir şey yox idi. Yəni bu yerin yanında yeməyə bir yer yox idi mənasında. So the workmen took food from their houses. Və də belə ki, işçilər yeməyi evlərindən götürdülər. And ate it in the factory at midday.
və onu yəni fabrikdə yeyirdilər. One of the women nə idi? Bağışlayın. One of the workmen işçilərdən biri always had fish sandwiches. Həmişə balıq sandviçi olurdu. Every day, hər gün he took one of them out of his bag. O onları yəni çantasından çıxarırdı. Bit it, dişləyirdi and then threw all the sandwiches angrily away. Sonra bütün yəni başqa sandviçləri əsəbi şəkildə atırdı. At last, one day, one of the workmen said to him. Sonda, yəni nəhayət